14 nömrəli sualda bərabərsizliyi ödəyən tam ədədlərin sayını soruşur. Burada modulda x plus 2'ye bir dənə a deyək. Olacaq 7 bölünsün a plus 3 böyükdür a minus 3. Burada a plus 3 müsbət ədəd olduğuna görə elə hər tərəfi a plus 3'e vuraq və a fərqli olmalıdır -3'dən. İndi vuranda olacaq 7 böyükdür a minus 3 a plus 3. Və buradan a kvadrat minus 9 kiçikdir 7 yerlərini dəyişdim. A kvadrat minus 16 kiçikdir 0. A minus 4 a plus 4 kiçikdir 0. Köklər olacaq -4 və -4. Ortada 0 var. Mənfi kənarlar da müsbət. Bizə lazımdır kiçik olan aralıq. Deməli bizim a ədədimiz -4'dən böyükdür, -4'dən isə kiçikdir. A-nı biz bu modul ilə ifadə etmişdik, işarə etmişdik. İndi aparıb yerinə qoyaq. Yazıram ki, deməli, -4'dən böyükdür modulda x plus 2 kiçikdir -4. Biz bilirik ki, burada x'in istənilən qiymətində bu sol tərəf doğru olacaq, yəni -4'dən böyük olacaq. Ona görə biz sağ tərəfi hesablayaq. X plus 2 kiçikdir 4. Bu da x plus 2 kiçikdir 4. X plus 2 böyükdür -4. Əgər modul ədəddən kiçikdirsə, bu bərabərsizliklər sistemi kimi həll olunur. Yəni bu bərabərsizliyin kəsişməsini götürəcəyik. X kiçikdir müsbət 2, x böyükdür -6. Ədəd oxununa qeyd edirik. -6, 2, -6 müsbət sonsuzluq, -sonsuzluq 2. Kəsişmə olacaq -6'dan 2'ye kimi. Bu aralıqdakı ədədlərin sayını soruşur. Sayını tapanda 2'dən -6'nı çıxırıq. Heç biri daxil olmayanda bunlardan da 1 çıxırdıq. Olacaq 8, 1 çıxanda 7. Və yaxud da belə çətin gəldiysə açıb yazmaq olar. -5, -4, -3, -2, -1, 0 və 1'in özü. Və burada görürük ki, 7 ədəd var. Cavab olacaq D variantı.